Reaksiya videolarına davam edirik. Demək, yenidən Anar Həsənov müəllimin videosu qarşımızda. Deməli, dim test toplusundan kvadrat bölməsindən 40-cı sualın izahına baxırıq. Baxaq görək, necə bir izah verəcək müəllim. Salamlar. Sizləri İnnovativ Təhsil Mərkəzinin YouTube kanalında xoş gördük. Mən Anar Həsənov. Bugün sizlərə dim test toplusunun 2025-ci il nəşrində olan kvadrat romb düzbucaqlı mövzusundakı 40-cı sualın izahını verəcəm. Sual maraqlı sualdır. Deməli, kvadrat sualı verilib, BY-ni 4 verib, DF-i 4 verib, YS-ni 2 verib. Kvadratın tərəfləri bərabər olduğuna görə AF-də nə olur? 2 olur ki, hər ikisi 6 olsun. Gəlir AKF-in tangesinin dəyərini istəyir. Deməli, tanges harada yada düşürdü? Tanges ən çox düzbucaqlı üstbucaqlı yada düşürdü. Qarşıdakı katetin bitişik katet olan nisbəti. Biz fikir versək, kvadratda diagonal çəkilib. Diagonal nə idi kvadratda? Tənbölən idi. Ən çox yadınıza düşən qayda kvadratda diagonalın tənbölən olması qaydasıdır. Yəni, tənbölənci çəkib, deməli, onun diagonalını çəkib. Diagonalı çəkib, deməli, onun tənbölənini çəkib. Bu qaydanı bilməlisiniz. İkinci, qarşılıqlı bucaqlar bərabərdir. Və gəlin buraya yazaq. Onda mən bura bir beta yazsam, bu bucaqdan olacaq, beta olacaq. İndi bu üç bucağın fikir verin. 3 dənə bucağı ilə bu üç bucağın 3 dənə bucağı eynidir və fikir verin alfanın qarşısındakı tərəfdə eynidir. Deməli, bu üç bucaqlar eyni üç bucaqlardır. Oxşarlıqla da demək olar və yaxud da ki, bu qayda ilə də demək olar ki, bir üç bucağın bir tərəfi və ona bitişik 2 bucaq, digər üç bucağın bir tərəfi və ona bitişik 2 bucağına nə edirsə, o üç bucaqlar kongruentdir. Əla. İndi biz deməli, AC diagonalının K nöqtəsində yarıya bölündüyünü deyirik. Çünki 45-in qarşısındakı bu iki tərəf nə olur? Eyni olur. Deməli, onda belə çıxır ki, betanın qarşısındakı da bu tərəflər nə olur? Eyni olur. Yəni, diagonal K nöqtəsində yarıya bölünür. Kvadratında diagonalı tərəfin 3/2 misli idi. Onda burada bizdə AK da 3/2 olur. KC-dən olur, 3/2 olur. İndi nə edəcəm? Təbii ki, 45-i görən kimi mən burada düzbucaqlı, üçbucaq onsuz da qurmalıyam ki, oradan tangesi tapa bilim. Onda bura H. Onda 45-45 qaydasına görə hipotenüs 2-dirsə, katetlər kök altında 2-dir. Gəlirəm, yazıram. Onda buradan 3 kök altı 2-dən 1 kök altı 2-ni çıxanda 2 kök altı 2 qalır. Baxın, burada bir düzbucaqlı üçbucaq var. Düzbucaqlı üçbucaqda tangesimiz nəyə bərabər idi? Qarşıdakı katetin bitişik kateti olan nisbətinə. Bu da olur 1/2. Fikrimcə bu üsul, bu misal üçün ən optimal olan üsuldur. Növbəti belə maraqlı sualların izahında görüşək. Gözəl. Məncə də bu üsul daha əlverişlidir və daha aşağı sinifin, belə deyək də, təkcə 11-10 yox, aşağı sinifin başa düşəcəyi dildir, dildə izahdır. Çünki ola bilər ki, bu sualın aşağı siniflər üçün də, belə deyək də, işləməsinə vasitə olaq bu kitabdan. Yəni, aşağı siniflərdə bu kitabdan işləsin. Yəni, bu üsulundan eləyə bilər. Yəni ki, düzbucaqlı, üçbucaq, bir də tangens sinusun nisbətlərindən bu üsulundan istifadə eləyə bilər. Məncə də daha optimal həll budur. Yenə də təşəkkürümüzü bildiririk izaha görə. Bir qıraqdan, kənardan baxanlar elə bilər ki, yəni burada hər üç videoda Anar müəllimdir, başqa müəllimin də videosu olacaq. Hər üç videoda da mən belə deyək də, tərif kimi çıxır biraz reaksiya, bu üzrə reaksiya ola biləsin, saymasın kimsə. Amma yəni göz qabağındadır da, yəni burada nə artıq, nə də əski bir şey yoxdur. Yəni izahdan söhbət gedir. Burada yəni düşündüyüm yol elə bu optimal yol bu olacaq. Mən reaksiyam sadəcə video reaksiya bildirməkdə, yəni hər videoda öz həllimi önərmək yox. Olarsa, hər hansı bir yerdə olarsa öz həllimi də önərərəm. O heç. Sadəcə demək istəyirəm ki, yəni bu videoda tərif məqsədi ilə videolar çəkilmir. Öz reaksiyamı bildirirəm sadəcə, yəni izləyici kimi. Müəllim kimi yox, izləyici kimi. Ən yaxşı yol bu idi məncə də. Təşəkkür edirik, minnətdarıq.